Kəndi toxum, səpin, bol məhsul əldə etmək istəyəndə, amma su problemi ona imkan vermir. Goronboyda 150 hektara yaxın arpa, buğda əkilən sahələr susuz yanır. Rayonun Veysəlli kəndinin sakinləri sentyabr-oktyabr aylarında əkdikləri taxılı hələ ilk suyunu vura bilməyiblər. Kəndlilər bildirir ki, dekabrın son həftəsinə qədər əkdikləri arpa, buğdanı suvara bilməsələr, onlar biçim vaxtı məhsul götürə bilməyəcəklər. Burada gördüyünüz adamların bir dənəsində bir qıraqdan 10 dollarlığa bir gəlir yeri yoxdur. Bizim kəndin təsərrüfatdır, bir də əkinçilikdir. Başqa bir şey yoxdur. 10 hektar arpa əmişəm, heç 1 hektarını sulamamışam. Özüm də 44 gün müharibəsində olmuşam. Özüm də veteran, atam da veteran. Heç bir yerdə də işləmirik. Heç bir maaşımız da yoxdur. Biz şəxsən ancaq əkinlə dolanırıq. Veysli kənd sakinləri onu da bildirir ki, əsas məşğuliyyətləri əkinçilik olduğundan onlar sahələri vaxtında suvarıb bol məhsul əldə etməyə çalışırlar. Amma su problemi buna imkan vermir. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, təsərrüfatçılara ümid verib yaxşı olacaqdan başqa heç nə demirlər. Müraciət edirik, deyir yaxşı olacaq, yaxşı olacaqdan vaxt keçir. Xahiş edirəm 2 günə, 3 günə bizim suyumuzu bərpa eləsinlər. Buna cavabdeh qurumlar. Sakinlərin problemini dinləyib onun nə vaxt həllini tapacağını öyrənmək üçün üst tutduq aidiyyatı qurumlara. Goronboy su meliorasiya sistemlərinin istismari idarəsindən sorğumuza cavab olaraq bildirildi ki, ötən illə müqayisədə bu il həmin ərazidə əkilən torpaqlar daha çoxdur. Onun bir qismi subartizyan quyuları vasitəsilə verilən su ilə, yuxarı hissədə olan torpaqlar isə yaxın günlərdə təkrar Şəmkir Maşın kanalından verilən su vasitəsilə növbəlik əsasında suvarılacaq. Cəmilə Nəsir qızı, Rahim İbrahimoğlu, Həcər Həsənova bugün informasiya proqramı üçün.